Birinci sualdan elə başlayaq. Bu gördüyünüz sualların hamısı son keçirilən A növü üzrə qəbula düşmüş suallardır. Bunların demək olar ki, sualların heç birisi heç yerdə yoxdur. Hal-hazırda. Mən bunu sizlərlə bərabər paylaşacağım ki, həm sizin üçün, həm digər yoldaşlarımız üçün faydalı olsun. Buradan həm magistrda, həm digər orqanların qəbuluna düşmüş sual tipləri var ki, görək bizdən buradan nə istəyir. Demək, birinci başlayıram, dəyərli dostlar, ilə xəyali kəsi ilə bağlı. Qeyd edeyim ki, diaqonal tipli açılma ilə bağlı olan suallarda, məsələn, mən bu gördüyünüz fiquru açanda, birinci məsələn, bax, bu hissəni tamamlayaram. Tamamlamaqdan da əlavə, belə bir məlumat verim. Bunu bəs mən ora hansı hissəsini tamamlayayım? Deyim, bax, bu üçbucaq hissəsini, bax, görürsünüz. Bir də bax, bu ana fiqurdur. Mən keçən səfər sizə belə bir məlumat verdim. Fiqurda ana fiqur olan hissə heç vaxt dəyişmir. Yəni nə? Burada A bəndi ola bilməz. Bu niyə ağız aşağı baxıb üçün? Yəni burada istiqamətin heç birisi dəyişə bilməz. Hə, digərlərində isə, bax görürsünüz, misalın bu hissəsində bir kvadrat olan hissə var, kəsik. Bu kəsik həmçinin harda olmalıdır? Bunun digər tərəfində. Və burada belə bir situasiya yaranır. Həmin situasiya nədir? Əgər siz diaqonal açılma edirsinizsə, burada şaqili duran hissə bura çəkiləndə necə durmalıdır? Üfüqü. Və yaxud da ki, məsələn, xəyali olaraq bu şəkli 45 dərəcə fırlatmaq bir şansınız olsa, 45 dərəcə fırladaraq tapa bilərsiniz. Məsələn, mən buradan D-ni çıxıram. Niyə? Bu istiqamətlər bir-birinə baxmır. Həmin prosesi uyğun olaraq, bax, bunun bu sağ tərəf hissəsindədir. Görürsünüz, bu burada durmayıb, şaqili formada. Burada harada durmalıdır? Bax, bunun bu hissəsi kəsik olur. Baxıram ki, hamısının kəsiyi var. Və bu uyğun olaraq ağzı hansı tərəfə baxmalıdır? Nətər ki, bu kvadrata baxırıq, şaqulidir. Bu da burada. İndi həmin hissədə hər ikisi də sağa baxan forma. Y bəndi gedir. Görürsünüz, variantlar bir-bir çıxıla bilir. Bir dənə qalıb məndə B və C bəndləri arasındakı fərq. İndi həmin hissəni tamamlasam, bu gördüyünüz hissə şaqulidir və bu kəsik buradadırsa, bu niyə kəsiyə tərəf baxır? Onda bara baxacaq ağzı. Sağ tərəfi. C bəndi gedir. Nə qalır bizdə? B variantı. Əslində, diqqətlə elədiyimiz zaman rahat bir testdir. Ona görə də xahiş edirəm sizlərdən də imtahanda belə bir sual görəndə mütləq şəkildə çalışın. Tələsmədən eləyin. Sonra gəlirəm ikinci suala. İkinci sual. Rahat fiqur sualıdır. Gördüyünüz üzrə bu misalları eləyəndə biz buna deyirik fiqur cədvəli. Həm buna sətr üzrə baxa bilərəm, həm sütun. Bax, misalda məndə çöl üçbucaqdır. Bu 100%'dir. Sətr üzrə baxın. Kvadrat, üçbucaq, dairə. Dairə var, kvadrat var. Nə çatmır? Üçbucaq. C, A getdi. Və qara dairə var. X var, plus var. X var, plus var. Nə çatışmır? Qara dairə. Qaldı Y bənd. Növbət sual üçüncü sualdır. Yaş məsələsi. Qeyd edeyim ki, yaş məsələsi artıq bununla neçənci səfərdir ki, biz qəbulda gördüyümüz üçün bizə bir balaca fərqli gələ bilir ki, mən bu yaş məsələsini necə deyim, heç cürə alınmır. Rəqəm də qoya bilərsiniz. Rəqəmsizdir. Bu məsələn, mən o günlərim izah eləyəndə qrupun birində uşaqlara rəqəm də qoydum, rəqəm də tənliklə də elədim. Kimə necə rahat eləsin, amma mən deyərdim ki, bu misallar eləməyin ən gözəl yolu tənlik qurmaqdır. Bax, Elşənin var. Elşənin x yaşı var. Deyirik 10 il sonraki yaşı. 10 il sonraki deyəndə Elşənin yaşı olur x plus 10. Deyirik 2 il əvvəlki yaşı. 2 il əvvəlki yaşı isə x minus 2-dir. Onda x plus 10'un deyir bərabərdir. X minus 2 vur 2-yə. Yaşından 2 dəfə çoxdur. Onda tapırsınız ki, x bərabərdir 14. Elşənin neçə yaşı var? 14. C bənd. Və yaxud da ki, bu misalı belə eləməyib. İndi olur da, məsələn, e, məni ən çox izləyənlər və yaxud da ki, videoya baxan dostlarımızın əksəriyyətinin demək olar ki, riyazi cəhətdən çətinlik olur deyə tənlik qurmaqla araları olmur. Və tənlik qurmağında onda neynəməlidir tələbə? Variantlarla qoyub işləyirsən. Əslində variantları qoyub işləmək belə özü tənlik qurmağı bacarmaq deməkdir. Sadəcə o tələbələr x-y sevmir. Elşənim var, yaş götürərəm 14. 10 il sonra deyəndə üstünə 10 gəldim. 24.
Elşanın 14 yaşı var. 2 il əvvəl isə çıxdım 2. Neçə elədi? 12. Bax 24 12-dən neçə dəfə böyükdür? 2 dəfə. Amma məsələ nədir? Siz burada bir dənə düzgün variant var. Onu tapmalısınız. Qalanları düzgün variant deyil. Gəlirəm burada dördüncü suala. Sahə perimetrlə bağlı. Bəs sahə perimetri neyniyim? Bu misal əslində maraqlı idi. Siz fikir versəniz. Məsələn, bunu verir 2. Mən bilirəm ki, misalın bu hissəsində. Bura məndə 6-dır. Aha. 6 metr kvadrat. Bura 2-dirsə, yəni bunun eni. Uzunluğu nə qədərdir? 3 metr. Yəni nəyə vursam 6 metr kvadrat alaram. Həmin o misalda. Baxıram sadəcə olaraq. Demək bunun bu uzunluq hissəsi 3-dür. İndi bura 3-dürsə, bu 2 metrdirsə, bura neçədir? 1. Aha. Mən də 27 tapmaq istəyirəmsə, bax eni var 3. 3-ü nəyə vursam 27 eləyər. 9'a. Yəni bu o deməkdir ki, bu misalın uzunluğu 9'dur. Yəni düzbucaqlının. İkisi bu hissədədir, ikisi də bu hissədə. Onda buranın uzunluğu nə qədərdir? Bu hissədən bura qədər. 5. Onda bura məndə 5-dirsə, verilən hissədə. Burada 1'dir. Bu boz hissənin sayısını da tapıram. 5 vur 1. Neçə elədir? 5. Bilirəm, belə ümumiyyətlə sahə ilə, perimetrlə bağlı tələbələrin arası yoxdur. Sevmirlər bunu. Bu 5'i almağımızın səbəbi də odur ki, bunun ümumi uzunluğu 9'dursa, 2 metr buradan bir uzunluq qalıb, 2 metr də buradan. Onda 9'dan həmin o 4'ü çıxsam yerdə nə qalır? 5. Kaş həqiqətən orada yazsınız. Məsələn, kaş belə düşə. Həqiqətən kaş elə sahə perimetr bu səviyyədə düşə. Da bundan artıq yox. Gəlirik məntiq sualların içərisində ən zəhlətökən, tələbələrin izahdan sonra belə yaddaşında saxlaya bilmədiyi həmin o suala. Söhbət nədən gedir? Qeyri-aşkar operator. Məsələn, əksəriyyətiniz buradadır. Bu misalı bəli bir dəfə eləmişəm. Hətta ikinci səfər izahdan bu sualları 2 dəfə izah eləyəndə də sizə belə bir məlumat verdim ki, nə etmək lazımdır? Bu gördüyünüz 2 necə alıb? 7 ilə 1'i toplayıb ortadakıları. Bölüb 4'ə. Bərabərdə 2. Bu gördüyünüz 14 isə necə alınır? Kənardakı 3 ilə 4 toplayıb onu da vurub 2'yə. Bərabərdə 14. Yəni misalda birincisi 8-dən 8'i toplayır. Bölərdim 4'ə bərabərdir 4. Yəni bu birinci hissənindir. Sonra kənardakı 1 ilə 1'i toplayır. Onu da vurardım 2 o deyilir 4. Onda bu deyilir 44. Məsələn bu misalı demək olar ki, sözün açığı qəbulda 5-də tək düş adam yazmışdı. Mümkün deyildi. Yəni bunu tapmaq normal bir tələbənin bilik və bacarıqlarını aşır. Təəssüflər olsun ki. İndi gəlirəm bax misalda 6-cı suala. İndi deyir bütün o bir dənə o sualı imtahan üçün tamamilə mürəkkəbləşdirəndən sonra keçirik sadə bir suala. Sadə sualda nə var? Bax bir izləyərəm dostlar. 3 dənə üç bucaqdır. Bax buna deyirəm 1. Gəlib 2-yə. İndi hanı bu üç bucaq? Deyir burada 3-də. Növbətçi qərarda olur. Deyir burada. Avtomatik olaraq Y bəndini çıxıram. Niyə? Bir dənə bu tərsinə dayanır. Bundan işim yoxdur. Gəlim o bir üç bucağı izləyim. Hansını? Deyir buradakını. 1. Burada hanı ki müəllim? Əslində burada deyir dostlar üstə düşüblər deyə görmürəm. 2, 3. İndi bu harda olacaq? Deyə aşağıda. C gedir tərsinədir. B gedir tərsinədir. Qalmışam A və D-də. A-da nə variantı səhvdir? Bu üçbucaq burada 2-də olmalıdır. Bu niyə gəlib bura 3? Qalır D bəndi. Misal olaraq ən asad misallardan biridir. Bax, indi hal-hazırda məsələn mən 6 dənə sual izah elədim. İndi özünüz fikirləşin də. Ekranı niyə belə uzaqlaşdırıram? Bir dənə ekranda təmizləyib. Özünüz fikirləşin. Mən deyərdim ki, bu ilk 6 sualdan bir dənə çətin olan sual buydu. Yəni bunu 6 sual olaraq müzakirə eləsək, hə, okeydir. İndi gəlirik növbəti 6-lığa. Növbəti 6 sual isə mənə görə çətin idi. Açığı niyə? Çünki bu tələbələr yaza bilmədiyi bir hissədir. Onlardan biri nədir?
Söhbət gedir bu sualdan. Əslində biz keçən səfər dedik, bu 4-4 deyirsə, mənim indi əlimdə burada dəftər qələm var deyə rahatlıqla çəkirəm. Həmin o üçbucaq hissəsini. Mənim üçün heç bir problemi yoxdur. Və çəkdikdən sonra isə bunun üzərində gətirib işarələrimi yazacağam. Yaxşı, okey. Yazmışıq burada. İndi nə var misalın bu hissəsində? Bax, bu burada. Neçə xana bu tərəfdə dostlar? 3 xana. Bu demək bunun harasında özə fikir ver. Harasındadır? Ayağında. Hara köçür? Bax, deyib bura. Bu onun ayaq hissəsindədir, bəli. Və A bəndi niyə gedir? Heç ayaqda da deyil. Və plus görürsünüz, necə dayanıb? Ağız sağ tərəfə. Demək, bu ox necə dayanmalıdır? Görürsünüz, özü, bax, ulduzun ağzı aşağı. Belə burada belə baxır. Belə bir düz bucaqlı kimi çəkdi. Fikir verirsiniz, yerdə qalan digər B-də, C-də, D-də, Y-də hamısında eyni variant. Ancaq yaxınlardan başlayıram. Mənə digər hissə ilə qoymur, yazmıram. Burada məsələn görürsünüz, bax bu sağ tərəfdə bir yarımçıq trapeziya var. Hardadır? Ulduzun bu baş tərəfi hara gedir? Dip tərəfə. Və öz də fikir verin, hara tərəf baxıb bura. Demək, mən bunu burada çəkəndə belə bu hissəyə baxır. Görək həqiqətən nədir? Bax, baxım hamısında. Bir dənə Y bəndində səhvlik var. Niyə? Görürsünüz, ağız sol tərəfə baxır. Bunu yalnız və yalnız bu sual artıq 2 qəbuldur ki, qəbulda var. Və növbəti imtahanda da demək olar ki, tələbələrin az yazdığı bir sual deyə. Həmin o sualdır. Ki, bir daha düşmə ehtimalı olsun və verilən misalda bu sualın yenidən qəbula düşmə ehtimalı 100% var. Burada güzgü veriliş bu arada. Mən hər şeyin tərsini eləyirəm. Sonra nə edeyim müəllim? Əvvəldən başlamayı nə edirsən? Məsələn, B-də, C-də və D-də fərqlənən tərəflərdən biri bax bu oxdur. Ox görürsünüz burada hardadır? Bax, bu hissədə. Bunu buradan bura gətirəndə nə edirəm? Bax, bu ulduzun bu istiqamətində durubsa, bax, üçün bax bu hissəsində, qanadda. Bunlar bir-birinin tərsidir, güzgü olaraq verib gətirirəm. Onda burada necə olacaq? Dedi, bax, burada, dayansın, bax, burada. Bu indi bu ulduzun harasındadır? Qanadında, burada sağda, hara keçir? Sol tərəfə. Ona görə misalın bu hissəsi nə edir? Bax, bu. Baxın, mən belə bir şey çəkdim. Buradan C, D bəndə gedir. Qalır B ilə C. Hə, qalmışam bir variant arasında. O da görəsən nədir? Bax, bunun içini görürsünüz B və C-də. Eynidir, eləmək mənası yoxdur. İndi fərqli tərəf axtarın ki, siz bunu tapanda bir çətinlik çəkməyəsiniz. B-də də, C-də də. O da baxaq görək bu damcı ilə mi bağlıdır, ürəklə mi bağlıdır, oxla mı bağlıdır? Deyəsən burada B və C variantın ikisi də deyəsən düzdür bu arada. Baxaq görək elədir mi? Demək ki, indi gəlirəm bura. Burada fərqlənən tərəfə baxmaqdan ötəri. İkisi də deyəsən eynidir bu arada. Hə, ikisi də düzdür. Yəni variantın birində səhvlik olmalıdır. Ən sonunda bir dənə variant düz qalmalı. Burada ikisi də düzdür. Eyb etməz. Yəni əsas o gedişat bəllidir. Bir dənə bu hissəni dəyişəcəm indi misalda. Doğru variant olaraq B-ni götürək. Kim də ki, məsələn, bu sualı eləyibdirsə, imtahanda yazıbdırsa, sadəcə olaraq əlinizdə, bunu düzdür, orada belə bir çəkmə şəraitimiz yoxdur. Bunu nə edirik qəşəng? Yazırıq orada, pozuruq, sonra salla kərim. İndi 8-ci misalla gəlmək istəyirəm sizinlə bərabər. 8-ci misalda, keçən səfər sizə bunun həlli ilə bağlı bir izah verdim. İndi bunu bugün paylaşacağım, izahını geniş formatda. Orada 4 dənə sual var. Və 3-4 dənə sualı necə tapmaq lazımdır, üzərində nömrələyərək necə etmək lazımdır. Bu sualın cavabı isə 12 idi. Kimlər ki 12 yazıbsa, misalın cavabı doğrudur. Rahat sualdır, çətin deyil, amma dediyim kimi, kaş imtahanda bizdə rəngli formanı yazmaq üçün qələm verələr, üzərində yazaq. Gəlirəm növbəti suala. Dünyanın ən gözəl sualıdır, məncə, belə düşünürəm. Və ümumilikdə, birincisi, bax, riyaziyyatla bağlı olan bir sualdır. Hə, burada D variantıdır. 3, 5, 2, 1, 4. Bu sualla biz bir dəfə də rastlaşmışıq. Mart ayında keçirilən A kateqoriyasında. Ya da deyəs, Mart ayında A kateqoriyasında. Bəs bu nədir? Bir tapıram dostlar. Üçbucağı üçbucaqda eləyirəm. Kvadratı kvadratda. Amma eləyəndə nəyə diqqət edirəm? Baxın görün, misal hardadır? Və tam dəqiq qiymətlərini tapıram. Məsələn, A-nın qiyməti 2.
Bu da 5'dir. Bərabər edirəm bunu 11-ə. Gətirib bir-bir sağda qoyuram yerinə. Bu misal bir balaca hesablama cəhətdən vaxt aparır. Onda bərabərdir 3A çıx 2 vur 5 bərabərdir 11. Tapırıq ki, A bərabərdir 7. Yəni A-nın qiyməti 7-dir. Dursun burada. Növbəti nə var? Gəlirəm misalda B-ni tapmalı. A 7-dirsə qoy 7-ni yazdım. İndi M B'dir. Bu 7. Bir misalı bunu da bərabərin 5'e həll eləməliyəm. 2 vur 7 çıx 5 bərabərdir. 2 vur daha doğrusu B çıx 7 bərabərdir 5. B də bərabərdir 6-ya. Mən indi bilirəm ki, deri artma sırası ilə düz. Onda birinci 2 nədir? Birdən əvvəl gəlməlidir. 2, 1. Burada da fikir versək dostlar. Bir dənə A bəndini çıxaram. Niyə? Artma sırası deyəndə axı məndə konkret artıq bilirəm ki, A B-dən böyükdür. B 6-dır. İndi B-mi də tapmışam 6. Keçirəm digərini tapmağa. B 6-dırsa C-ni tapaq. Görək C neçədir? Yenə üç bucaqda. M C-dir. N-dəki 6. Bunu da bərabərləm 0-a. 3 vur C, çıx 2 vur 6, bərabərdir 0. Tapıram ki, C bərabər 4. Demək C-də 4. Mən bilirəm ki, artıq 2, 1, 3 nədir? 3 də bunlardan qabaq gəlməlidir. Ona görə mən C bəndini çıxıram. Birdən sonra 3 gələ bilməz. Qalıb bu birisi variantların hamısını da ödəyir. Fikir verin. İndi görək, C-ni də tapdım 4. İndi misalın bu hissəsində B-im də 6-dır. Birinci bunu tapıram. Kvadrat olaraq 6 və 4. 2-ni vururam 6-ya, çıxıram 4. Bərabərdir 8. Demək, bu mötərizənin qiyməti 8-dir. Bura silinir. Gətirim ora 8-imi yazım qəşəng. İndi alınır D8. Bu hardadır misal? Yenə yuxarıda. Gedirəm yuxarı hissədə. Üçbucaq. Bu D. Bu da 8. Bunu da bərabərlə 11-ə. 3 vur D. Çıx 2 vur 8 bərabər 11. Tapırsınız ki, D də bərabərdir 9. Demək, D-min qiyməti 9-dur. Yəni, sayla yazsam hələ ki. Mən artıq bilirəm ki, C, B, A və D olmalıdır. Yəni, D nədir? D-nin kod 4-dür. 4 heçə vaxt hal-hazırdakı dönəmdə. Birdən sonra gələ bilməz. 4-dən sonra 1 gələ bilməz. B də gedib. Və ya da ki, Y də gedib. 4-dən sonra 1 gələ bilməz. Heç axırıncını eləmirəm. D bənd. Bunu mən necə düzmək lazımdır, başa düşmürəm. Yaxşı, qoy misalı sona qədər eləyim. Yəni, nə var dedim? Kodları ilə düzəndə misalı sona qədər heç eləmədim. İncə Y-ni tapmasam da var. Amma Y-ni tapmaq istəyirəmsə, artıq mən bunun 6, bunun 8 olduğunu bilirəm. 4 olduğunu bilirəm. 3-ü vurub 6-ya çıxıram. 2 vur 4 bərabərdir 12. Demək, daha doğrusu 10. Bu isə 10-dur. Y-ni də tapmaq istəyirəmsə, bura mənim üçün 10-dursa. Kvadrat buradadır. Bu da eləyir 2M. Aha. Çıx 10 bərabərdir 0. Yəni, M də bərabərdir 5. M yəni dediyim Y deməkdir. Y də 5-dir. İndi Y harda olmalıdır? Belə çıxır ki, 4, sonra gəlir Y, C, Y, B, A, D. Belə bir ardıcıllıq yoxdur da məndə. C-nin kodu var, neçədir? Misalda. O kodlarla yazıram sadəcə olaraq. Yəni, qabağında yazılan var. C3, Y5, B2, A1, bu da 4. Cavab 3, 5, 2, 1, 4. Amma Y-ni tapmadan da birbaşa yenə misal həll eləyə bilərəm. Sadəcə olaraq vaxt aparan şey bir tələbənin anlamadığı kodlaşdırmadır ki, mən tapmışam artma sırasını. Amma tələbə anlamır ki, bunu belə düzmək lazımdır. İkinci mənfi cəhəti odur ki, sən oturub misalları belə eləməlisən. Vaxt aparan sualdır, çətin deyil. Sonra gəlirəm 10-cu misala. Bax, misalın bu hissəsində məndə bir xəttinin adı nədir? M. M birləşir N-ə. Demək, mənim suallarımdan biri N-dir. Və N də tapmışamsa, mən biləm ki, artıq mənim misalımda M də yoxdur. Bəs nəyə baxım, müəllim? Məndə bir dənə L var, üçlüdür, M var, üçlüdür, K var, ikilidir. Bu ikili tapsam K-dırsa, mənim cavabımda K-ya ehtiyac yoxdur. Qalır NS. Bəs sual yarana bilər. Hansı S, hansı N-dir?
Bax onu hə, heç biz də bilmirik. Amma onu bilirəm ki, cavab N və nədir? S-dir. Bu asan idi, imtahanda yazmaq olardı. Keçən səfər bununla bağlı bir izah yazmışam. Dəyərli dostlar, hamınızın rahat başa düşməsi üçün. Niyə? Bu məsələn fiziki olaraq bunun məsələn geniş formatda həlləri də var. Amma sadəcə olaraq o həll bizə sərf eləmir. Bəs yaxşı, o həll bizə sərf eləmirsə, mən onda nəyə toxunum? Nə edim ki, misal mənim üçün daha rahat olsun. Demir yolun üçdə bir vaxtı. Özüm üçün deyirəm 3 saat vaxt geçsin. Nə 3 saat? Bilmirəm ha. Ümumiyyətlə 3 saat vaxtım var. Bir saatın daşlı yola sərf eləyə, asfalt yola. Bir saatın daşlı yola. Bir saatın da qumlu yola. İndi hər dəfəsində də fərqli sürətlə gedir. Bir avtomobil asfalt yolla neçə gedir? 120 ilə. Görək bir saata nə qədər yol gedər. Yəni bir vurulsun 120. Bunun getdiyi yol tapıram. S bərabərdir 120 kilometr. Yəni A və B məntəqəsi arasında 3 dənə yol sistemi var. İndi xəyal olaraq biraz genişcə keçir. Məsələn, bu asfalt yoldur. Buradan bura tutalım. Daşlı yoldur. Asfalt, daşlı və bir də var qumlu. Bu da olsun qumlu. Demək, bir saat ərzində asfalt yolda nə qədər yol gedir? 120 kilometr. Sonra deyir ki, o yolun 30 kilometr sürətlə daşlı hissəsini, yəni deyək bu hissəni, bir saatda buna sərf edib. S daşlı da bərabərdir. Bir vurulsun 30. Bu neçə elədi? Bir 30 kilometr. Demək 30 kilometr də bura qədər gəlir. Yəni mən artıq 2 saata yol getmişəm və özü də bura yazıb fikir verin. Deyirik, məsafənin üçdə biri də, məsbət görsün nə yazır? Baxın, iki məntəqə arasındakı məsafənin üçdə birinə də qalan qumlu yol gedib. Yəni mən demək bu ikisini gedib. Bax, üçdə birinə də qumlu yolla get. Bura qədər yolun üçdə biri qalıb. Demək mən bu ikisini bir yerdə yolun hansı hissəsini getmişəm? Üçdə ikisini. Ümumiyyətlə nə qədər yol getmişəm? 150. 150 məndə yolun üçdə ikisidirsə, gəlin görək bütöv yol neçə saata gedərəm. Yəni bütöv yola qədər bir nə qədərdir? X. 150 ilə birbaşa siz vura bilərdiniz 2-də 3-ə. Bərabər neçə? 75. Yəni demək belə çıxır ki, yolun hansı hissəsi qalıb dostlar? 75 kilometri. 75 kilometrdə getmək üçün burada yazı ver. Qumlu hissəni hansı sürətlə keçməlidir? Bir 75. Niyə 75? 1 saat bura vermişdim. 1 saat bura. 75 kilometrdə yol 1 saata getmək üçün saatda nə qədər getməlisən? 75. Bu bunun sizə riyazi olmayan, daha yaxşı xəyali bir formada izahını belə verdim ki, siz bunda bir çətinlik çəkməyəsiniz. Ən azından. Keçən səfər də bunu izah edəndə kimsə aşağıdan yazmışdı ki, məsələn, mən bunun daha yaxşı həlli yolunu bilirəm. Mən hələ də onun daha yaxşı həlli yolunu gözləyirəm, görüm tələbə burada nə yazacaq. Və hətta ki, kimsə bunu nə yaza bilər. Mən burada sizin üçün dostlar, nə fiziki, nə də ki, hər hansı tənlik sistemi quraraq misal həll eləmədim. Özümdən rəqəm qoyaraq. 3də 1 deyirsə 3 qoyuram. Məsələn, 5 saat desəydi, hərəsinə verərdim 5 saatlıq bir sistem ki, ən azından rəqəm bütöv şəkildə alınsın. Yaxşı. İndi gəldim bu misalın bu hissəsinə rebus. 3-ün üstünə gəlirəm 3, gəlirəm 3. Eləyir 9. 3-ün kvadratıdır. 12-ün üstünə 17, üstünə 7 bərabərdir. 36, 6-nın kvadratı. Sonra gəldik dünyanın ən gözəl testi olan həmin Ovtuşikiyə. Artıq neçə imtahandır ki, bizim ayrılmaz bir parçamızdır. Sən nə gözəl sualsan adlı bizim bölməmizə aiddir. Tələbələr deyir, kaş həmişə bu düşsün. Düşəndən sonra isə deyir, düşsün, amma bu formada düşməsin. Yadda saxlayın, ümumiyyətlə bizə imtahanda, qəbulda bir-iki dənə oyun formasında olan test rastımıza çıxa bilər. Ona görə də çalışıyorsunuz misalda. Buna mütləq qaydada bax. Gəlirəm bura. Demişəm, ən böyükdən başlayıb ən kiçikdən. Bax, bu sütunda 4-ü tapmaq rahatdır. Kiçik də olmaz, kiçik də olmaz. 4 buradadır. Növbəti hissədə həm sətir və yaxud da ki, sütun hissəsində. Məsələn, burada yazmışam 3 nədənsə böyük və yaxud da ki, bu xana bundan böyük. Digər hissələrdə 4 axtara bilərəm. Və yaxud da ki, digər hissələrdə 1 axtara. Bax, 1 burada olmaz. Nədənsə böyükdür, 1 burada olmaz. 1 avtomatik buradadır. 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 1 avtomatik
İndi mənim birim var, dördüm var. Misalın digər hissəsinə fokuslanıram. Mən burada iki dənə versiya yaza bilərəm. 2 və 1. Ya da bura yaza bilərəm. 2 və 1. Bəs mən misalda o biri tapmaq üçün nəyə diqqət edim? Bax, bu bir dostlar, qoyma bura bir yazılsın. Burada böyükdür. Onda bir avtomatik qalır bura. Onda bura mənim üçün 2-dir. Artıq mən 3 dənə birimin yerini tapmışam. Daha doğrusu 2 dənə birimin. O birisi birimin biri bura yazıla bilər. Digər birimin biri isə bura. Bəli, hər ikisində də ehtimal olaraq var. Digər hissədə, bax bu xanadan və yaxud da ki, bu xanadan birindən başlaya bilərəm. Yazmaq istəyirəmsə əgər. Və yaxud da ki, bax bu 3-ü görürsünüz. 3 deyir ki, dostum, bura 3 yazma. Onda bura 3, bura avtomatik 2. Və misalda 3 nədənsə böyükdür. Bu ya 2-dir ya da 1. Bu 2 deyir ki, dostum, bura 2 yazma. Ona görə ancaq bura 1. Artıq mən 3 dənə 1-in yerini yazan kimi 4-cü bir buradadır. Bura 4. Bura qalır 3. Bu hissəm 4. Bura 2. Bura 4 və burada 2. Və mənim misalım artıq hazırdır. Və verilən hissədə hamısını tapmışam. C-ni, A-nı, D-ni və B-ni. Hamısı da 4. Yəni 4 üstə gələk 4. Çıxılsın. 4 çıx 4. Bərabərdir. Eləyir 8. Bir səhvdir. Deyir 4-ü böl 4-ə. Vur. 4 çıx 4. Kiçikdir 7. 3 düzdür. Avtomatik 3, bir dənə 1 olanları çıxın. 3 də düzdürsə qalır şəbə bənd. Bunun artıq neçənci səfərdir ki, imtahanda birini səhv tapıb, birini düz tapanda demək olar ki, misalın doğru cavabı çıxır. Düzdür, bu həmişə belədir? Yox, təbii ki, bu həmişə belə deyil. Yəni diqqətli olmaq lazımdır. Bir xatırlatma verirəm nə ilə bağlı. Gedən kimi imtahanda əgər sizə belə bir şərait yaradılırsa ki, bir fotoşiki çəkin vərəqinizə, dursun orada 4-dür. Bir dənə də test hitori çəkin 5-dir. Ən azından dursun orada, o da siz vaxtınıza müəyyən qədər qənaət edəcəksiniz. Bəri başlayın. Keçirəm 14-cü suala. Dünyanın ən gözəl sualı sən adlı suala. Demək, gördüyünüz bu misalda deyir, dekorativ yollar yetişdirən ABC. Biz bu sualla keçən səfərdə qəbulda rastlaşmışıq. Magistrin köhnə qəbul sual tipidir. Dövlət qulluğuna 2023-cü ilin oktyabrında düşmüşdü. Xatırlayıram, həmin imtahanda hətta bunun cavabını 15 götürmüşdülər. Cavab 15 deyildi, 1,5 idi. Sonradan düzəltmişdilər onu hamıda. Demək, yazıb B briqadası. Birinci nisbətləri yazıram, dostlar. Deyir A, üstə gələk B, üstə gələk C. A-nın payı, məsələn, A-nın sayı X qədərdir. B-ninki Y, C-ninki də Z qədər. Niyə belə yazıram? Çünki bilinmə mərhələsinin tərkibində, yəni 2x üstə gələk 3y üstə gələk 6z bərabərdir 180. Və deyir, mütləq səhvləri tap. B briqadasının 36 üzvü var. 3 vur 36 bərabərdir 108. 180-dan 108-i çıxanda neçə qalır? 100, daha doğrusu 72. Alınan ədəd həm buradakı 6-ya və buradakı x-ə bölünməlidir. Yəni 2-yə. Bölünürmü? Bölünür. Demək, bir düzdür. Demək, bir belədir. Bəli. Bəs 2 deyir, A briqadasının 40 üzvü var. 2 vur 40 bərabərdir 80. 100-dən 80 çıxsam qalır 100. 100-də nə 6-ya bölün ədəd yoxdur, nə də ki 2-yə. Ona görə 2 səhvdir. Bir olanları çıxdım. 2 ilə 3 ya da 2 ilə 5-dir. Bir dənə də 5-ə baxsam, B briqadasının 25 üzvü var. Gəlin 3-ə baxaq, onunla bağlısa deyim. Hə, indi gəlirəm burada, misalın bu hissəsində. 3-ə də baxın, elə 3 səhv çıxacaq. Niyə? Deyir, B briqadasının 25 üzvü var. Var. 3 vur. 25 bərabər 75. 108-dən 75 çıxanda qalır 105. 105 nə 6-ya bölünmür, nə də 2-yə. Ona görə avtomatik olaraq olur nə? 2 ilə 3.
Cavab A bənd. Əslində rahat bir sualdır, çətin bir sual. Yəni nə? 2x, 3y, 6z yazdım. Yəni elə bir ədədləri qoyuram bura rahat yerinə yazıram. Elə çətin bir sual deyil. Sonra nə var? Gəldik dünyanın ən gözəl sualına. Deyir ki, bir çəllə şirənin 7-6 hissəsi 72 manatdır. Yarım çəlləyə çox. Dostlar, bunun 7-də 6-sı 72 manatdırsa, gəlin görək bunun bütövü nə qədərdir? Biri nə qədərdir? X. Ümumiyyətlə bir şeyi hissə ilə veribsə, siz 72-ni birbaşa, riyaziyyatdan zəif olan dostlar, vurun onun tərzini altta 7-yə. Bərabərdir 84. Onun yarısı nə qədər eləyir? 42. Hə, demək ki, misallar belə alınır, bəli. Həmişə tələbələr bilirsiniz nədir? Deyir ki, müəllim, siz izah eləyəndə elə gözəl asan olur ki, məsələlər. Bax, məsələn, bu sualların əksəriyyətini mən birinci hissəsini izah eləmişəm, indi də ikinci hissəsini izah edirəm. Bütöv şəkildə. Qeyd edeyim ki, misal özü rahatdır. Bax, 337 yazmıyor. Çıxıb 22, çıxıb 21, çıxıb 20, çıx 19, çıx 18, bir dənə də 17 çıxsam qalır 220. Bu arada keçirik növbəti bir suala. Yəqin ki, 16-cı suala qədər çətinlik yoxdur. Mən istəyərəm indi bax, misalın bu hissəsinə baxım. Söhbət nədən gedir? Yenə vurma ilə bağlı bir testdir. Bax, misalda bunu yazıram 6. Məsələ nədir? Bax, fikirləşirəm, ha, nəyə vursam sonu 9 ilə qutarar. Bu əslində bir nev oradan məni çağırır, deyir mən 3-əm. Aha. Və yaxud da ki, məsələn, 3 nəyin üstünə 3 gəlsəm 8 eləyər. Ya bu 4-dür, ya da 5-dir. Niyə? Ola bilər bir yadda da qala bilər. Qalmaya da bilər. İndi misalın bu hissəsində C 3-dürsə, yəni 639-u 3-ə bölsəm, alınır 213. İndi 213-ü 2-yə vursam, alınır 426. 2-nin üstünə 9 gəlsəm, alınır 1. Ödət. B variant. Bax, bu qədər sadə. Bəli. Sonra gəldim yenə. Eyler-Venn diaqramı ilə həll edəcəyimiz misala. Keçən səfər də qəbula, artıq demək olar ki, deyirik, qəbulumuzun bir hissəsidir, ayrılmaz bir hissəsidir. Bu misal hər zaman qəbulda var. Bəs yaxşı. Qəbulda varsa, mən bunu necə? Deyir, bir qrupdakı 26 tələbənin 11-i futbol, 12-si söz gücü ilə məşğul olur. Bax, bir diaqramımı çəkirəm qəşəng. 26 dənə tələbəm var. Bunun 11-i futboldadır. 12-si də üzgüçülükdə. Bir də var onlardan ikisi. Həm futbol, həm də üzgüçülük. Yəni 2 nəfər. Həm futbolda, həm üzgüçülükdədirsə. Belə çıxır ki, sırf neçə nəfər, nə futbol. Demək, belə çıxır ki, sırf futbolla məşğul olan bu qrupda 10 nəfər adam varsa, 10 nəfər adam var. Sırf burada belə çıxır ki, neçə adam var futbolla məşğul olan? 9. İndi deyir, tap görək bu misalda. Ümumilikdə neçə adam nə futbol, nə də üzgüçülüklə məşğul olmur. Demək, indi misalın bu hissəsində 26 adamım var mənim. 11-dən də ikisini çıxdım 9, 12-dən də ikisini çıxdım, qaldı 10. O həmin 26-dan da çıxıram 9 üstə gələk 10. Bir tək olanları, bir də nəyə çıxıram? O 2-ni. Bərabərdir 5. Yəni 5 nəfər adam isə ümumiyyətlə işlə məşğul olunur. C variantı. Yəni 10-u sırf üzgüçülüklə məşğul olur. 9-u sırf futbolla, 2 nəfər isə hər ikisi ilə məşğul olur. Cəmi neçə nəfər məşğul olur? Üzgüçülük, futbol qatışı 21 nəfər. 5 isə məşğul olmur. Hə, bir dərs dostlar, bu sualların hamısı Dövlət İmtahan Mərkəzi təşkil etdiyi qəbulların sualıdır. Yəni ola bilər siz bu suallarla rastlaşırsınız. Hamısı bir-birindən maraqlıdır, hamısı bir-birindən gözəldir. Sağ olsun digər vicdanlı müəllimlər də. Onlar da çalışırlar sualların hamısını izahını versinlər. Sadəcə olaraq bəzən orada biz ilk olaraq izah verəndə bu o demək deyil. Bunların hamısı mənim suallarımdır. Xeyr, bunlar hamısı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tələbələr tərəfindən belə sual tiplərinin görüldüyünə görə mən də
Bizim özümüzdə də suallar olur deyə. Onları oxşadırıq bir-bir. Burada suallar paylaşırıq. Ona görə də sualları izah eləyəndə və hətta ki, suallara baxanda özünüz də sevgi ilə baxın, sevgi ilə izah edin. Bütün müəllimlər sağ olsun. Təbii ki, bir neçəsi istisna olmaqla bunu da deyim. Sağ olsunlar ki, çalışırlar ki, tələbələr üçün əlindən gələnləri eləyirlər. Ona görə də hər biriniz dəyərlisiniz. Çalışın ki, bu sualları harda eləməyinizdən asılı olmayaraq, harda izahına baxmazdan asılı olmayaraq, mütləq qaydada birinci misala özünüz videonu dayandırın eləyin. Və hətta ki, PDF varsa PDF eləyin. Sonra baxın videoya. Yoxsa videoya baxa-baxa eləmək olmur. Yəni dayandı. Məsələn, mən də 19-cu sualla bağlı izah verəcəm. 19-cu sual gördüm, yadıma düşdü. Bununla bağlı mən bir neçə dəfə izah vermişəm, həm də belə qeyd edeyim. Bununla bağlı rahat formada bəlkə də ilk dəfə izah verənlərdən biri mənəm. Bəlkə də ilki mənəm. Bunun rahat yolu var. O da nədir? Demir 7-yə bərabərdir. 7-yə bərabər olur 1 ilə 6, 2 ilə 5 və 3 ilə 4. Və belə bir izah verdim ki, hardakı 2 dənə qarşı üz yarıbsa 3 ilə 4. Bir dəfə aşağıda, məsələn, bir dəfə yuxarıda. Doğru cavab budur. Bitdi. Bu qədər sadə. Hayır, məsələn, burada yazıb. Nə barədə hardakı? Yəni nə? 5-dən 2 mütləq 2 dəfə olmalıdır. Yəni bir dəfə 2, bir dəfə. Qarşı üzləri mütləq görməlisiniz. Ha, bu o bir sualdan deyil ha. Çünki buradakı 3 kubun üçü də bir-birindən fərqlidir. Demək nəyə baxacaqsınız? Hardakı qarşı yüz var onları götür. Yəni nə? Burada görsən 4, 5, 6 arasından bir dənədir. 3, 2, 1. Amma B bəndinə baxın 4 və 3 qarşı yüzlərdir. Mütləq bunu götürürsən. Çünki məsələn bu 4, bu 3 ilə birləşəndə tutalım burada 2 ilə birləşib. Bu 2-nin yuxarı tərəfdə 5 ilə birləşib. Ki bu qarşı yüzlər burada görsənir. Bunun geniş formatda açıqlaması da var. Və plus istəyirəm sizə bu qəbula düşməmişdən əvvəl 7 gündə qəbul sual olmuşdu. Bunu mən qəbuldan bir neçə həftə əvvəl olaraq paylaşmışdım. İstəyirəm onu göstərdim sizə. Və qaydasını dedim. Dedim nə etmək lazımdır? Demir qarşı üzlərinin cəmi 7 olsun. Birinci buna diqqət edirsən ha. 7 olmağa demək ki, bir zərnəstdən özü var 6 dənə. 1 ilə 6, 3 ilə 4, bir dənə 2 ilə 5. Bu sual o sual deyil. Burada 3 dənəsi var. Yəni burada nədir? Y bəndi. 5 dənə çiftisi, 2 dənə qarşı yüz gördün, cavabı götürürsən. Yəni, bu sualı mən izah eləmişəm və yenə deyirəm, bu sual bu izahla bağlı olaraq geniş formatda izahını da vermişəm. O həmin 7 iyun qəbulundakı belə bir sual var. Bax buna diqqət edin. Amma bu o demək deyil də mənim sualım. Bu Dövlət İmtahan Mərkəzinin qəbula saldığı sualdır. Bir daha xatırladıram. Buradakı heç bir sualın bizə aidiyyatlığı yoxdur. Gəlirik növbəti ən gözəl suala. Görəsən bu sual nədir? Mən dostlar belə misalları eləyəndə başlamağı tövsiyə edirəm kənarlardan. Niyə kənarlardan başlamaq? Çünki kənardan başlayanda bizə biraz kömək edir. Məsələn, A variantını götürüb bax burada çəkim. Görün misalda həqiqətən mənim üçün ödəyir, ödəmir. Bax bu C bəndi. Görəsən hara gedər? Bu arada şərtdə öz yazı fikir verirsiniz, çevirmədən, heç bir istiqamətə fırlatmadan. Bax bu da buradadır. Gəlirəm bura. Sonra bu B bəndini aparım yazım yuxarı. İndi mənim məndə görürsünüz nə gözəl bir dəftərim var, qələmim var. Mən yazıram, problem yoxdur. Və yazıq tələbə bununla qarsın. Yazıq tələbənin vallah bilmirəm nətər eləsin. Biraz çətin məsələdir. Və deyib bunu da çəkdim bura. C, B, A və Y getdi. Nə qaldı deyib mən. Bunu dostlar ekranda gəl çəkmək olsa ekrana vərəq qoyub çəkmək daha maraqlıdır. İndi növbəti sualda isə gəlirəm bura. 21-ci sualı. Yenə bir anaqramdır. Bu solda sözüdür. Bu sağda. Bu yuxarıda. Bu aşağıda. Bu isə dağda sözüdür. Yəni bu misalların hamısında bax 20-yə qədər sual izah eləmişəm sizə. Fikir verin. İndi bəzi suallar çıxmaq şərti ilə təbii ki. Məsələn 18-ci sual biraz sizə çətin gələ bilər. Yaxşı, onu çıxdım. Burada çətin misal başqa nə var? Çıxardım buradan. 8-i bir də 7-ni. Bu 20 sualın içində 3 dənə sualı çıx. Okey, lap bu da 4-ünü də çıxın. 20 sualın 16-sı yazıla biləcək sualdır. Demirəm ha, vaxt aparmır. Vaxt aparacaq sual da amma yazılacaq sualdır. Yəni 20 sualdan qaranti 16-sını yazardınız. Siz qorxmayın, ne biləcə? Qorxmaq lazım deyil. Qorxmasanız hər şey sizin. İndi növbəti.
Keçirəm soldakı suala. Görəsən bu misal da neyim? Bu misalda da dostlar, qırmızıların öz qaydası var, göylərin öz. Bax, göylərə baxın. Bir, 2, 3. Göylərdən 3'ü dolanda aparıb yazır. Bəs bu niyə bura yazmayıb? Baxaq görək. 1, 2, üçüncüsü yoxdur. Sən demə ancaq hansını yazır göylərdə? 3'ü dolanda. Baxaq görə aşağıda da deyir. Baxın. 1, 2, 3 yuxarını yazıb. 1, 2 bura yoxdur. Görsünüz burada yoxdur. 1, 2 sağ tərəf yoxdur, yoxdur. Hə, onda misalda mən hara baxım? Demək onda verilən hissədə bunu yazmışam. Okey. Göyü tapdım ki göydən 3 olsun. Onda göydən 3'ü varsa 1, 2 yuxarı yoxdur. 1, 2, 3 mütləq sağ tərəf olmalıdır. Aşağı hissəsinə baxın. 1, 2, 3 aşağı da var. Bax görə variantların hamısında göylə bağlı problem yox. Görək qırmızıda nə məsələdir? Qırmızıda isə baxın 1, 2, 3 bu. 3'ü də onda silir. Qırmızıda tərsinədir. Göydə 3'ü də onda yazır. Bax sol tərəf yuxarı 1, 1 aşağını balaca balaca deyim. Bütöv götürmürə baxın. 1, 2 siz yazır. 1, 2 ancaq nə yazır qırmızıdan? İkisi. Onda mən yuxarı hissədə baxın. 3'ü də var deyə silirəm. Yəni məndə qırmızı ola bilməz burada. B getdi, A getdi. Sonra nəyə baxım? Aşağı hissədə. Baxın aşağı hissədə də qırmızılar tamdır. 1, 2, 3. Ona görə bunlar da ola bilməz. Həmçinin baxın bu sağ tərəfdə. 1, 2, 3. Ağzı aşağı baxan da yoxdur. Bir dənə qalır değnənci. Bir dənə göyü tamamlayayım. Sol tərəfə baxın. 1, 2. Bura yoxdursa burada yoxdur. Avtomatik də getdi. Qaldı C bənd. Əslində rahat bir sualdır mı? Rahatdır. Yazmaq olarmı? Düşünürəm ki, hə. Sonra dəyərli dostlarım, misalın bu hissəsində burada 23-cü sual var. Magistrin köhnə qəbul sualıdır. Məsələn, burada 4 yazıb, 3 yazıb, 2 yazıb. Nələri demək, bildirmək istəyirsənsə, onları bir-bir yazıb, özdə ölçü və formanı nəzərə almadan. Yəni, məsələn, bura yazıb 4. Bu 4'ün burada 4 dənə dairə olmağını bildirir. Bu dairə baxın burada 1, 2, 3, 4, 5. Bir dənə 5 var. Demək, bu 4 dairəninkidir. Bura yazıram, dairə. Dairə. Demək, mən 4-cü hissəyə nə yazmalıyam? Dairəni. Görə dairənin istənidir. 1, 2, 3, 4. Demək, 1, 2, 3, 4 və 5. Yəni, 4-cü sırada nə olmalıdır? 4. Hamısında var. Yeni çıxıram. Bəs yaxşı, mən buradakı 4'lərin, 3'lərin nə olduğunu necə təyin edə bilərəm? Deyə sual yaransa. Biz əslində keçən səfər, bax, bu ASE'nin qəbulunda düşən rahat idi. Keçən səfər şeydə də düşən rahat idi. PB'də B-adı. Baxın, görün burada başqa nə var ki, bu 3 nəyi bildirir? Burada fikir verin. 3 nə var? Paralelogram. Bu 3 ya da bax bu 3. Ya budur paralelogram ya da bu. İndi onun nə əsasını deyə bilərəm? Aşağıda bax 4 var. Bu hissə ya paralelogramdır ya da buradır. Amma baxın 4 olduğuna görə paralelogram ara yazılır ikinciyə. Demək bax bu ikinci verilən hissə nədir? Paralelogram bildirir. Bura paralelogramdır. Bu ikisinə əsasən misal tapa bilərik. Çünki bəzilərində 4, 3 yazıb. Demək onda məndə ikinci paralelogramdır. Bura paralelogram, bura dairə. Yenə burada 4 varsa ikinciyə 4. Avtomatik A getdi. Sonra nəyə keçdiyim? Baxın, qalıb B, D, C. İndi əvvəldəki 4'lərdən və yaxud da ki digərlərindən. Onda belə çıxır ki, buradakı 3 paralelogramdırsa, başqa nə var 3 olan? Diqqət eləyin burada. Nə görürsünüz ki, burada 3 dənədir və həmin hissəni bura yazın. Və yaxud da ki, məsələn, burada həmin hissədən də yenə 3 dənədir və götürüb bura yazın. Balaca üçbucağı yazanlar var. Görürsünüz, baxın. 1, 2, 3. Bəs yaxşı, axı burada 1, 2, 3. 1, 2, 3, 4. Aha. Bəlkə 5 dənə üçbucaq. Bəs bu da üçbucağı sayılırmı? İndi misalın bu hissəsini sizin tamamlamanız üçün bu hissədən o tərəfəsini eləmirəm. Sizin üçün burada 3 dənə variant qalır. O 5 və yaxud da ki 4 nə bildirə bilər? Ya üçbucağı, ya trapesiyanı, ya da ki digər hissəni. İndi onu da siz tapacaqsınız. Burada görək neçə dənə kvadrat var,
Nesnənin trapesiya var. Bu arada kvadratlar da var. Ona da diqqət etmək lazımdır. Baxın bunun öz kvadratdır. İndi misalın bu hissəsini dayandıracağım. Bunu tapırsınız. Yo, yo, rahat əslində misal. Bir daha xatırladıram. Gəlin keçim digər bir suala. Ya da o sualı izah edin. 24-cü sual var burada. 24-cü sualı əksəriyyətiniz, məsələn, misalı hələ videonun izahına baxmamışdan əvvəl, bax burada indi dayandırıram misalı. Yəqin ki, indi dayandırdığım zaman tələbələr eləsin deyə dayandırıram. Birazdan siz yenə videonun izahını görəcəksiniz də dayandırıb. Baxın görün nə deyirsiniz. Düşməyin. Demək dostlar, bu sualı da mən bayaq uşaqlar üçün izah elədim. Bunun cavabı bu arada qeyd eləmirəm. Düzgün cavab hissəsini özünüz yazın aşağıdan. Yəni videoya baxan dostlarım yazar. Görək həqiqətən siz də yazmısınız. Bunun aşağı hissəsinə kim yorum yazsa, onun üçün düzgün cavab və həlli yolunu yazacağım. Mütləq qaydada. Uşaqların demək olar ki, əksəriyyət tapdığı düzdür. Fərqli yolla tapan var və s. Biraz çətin olsa da tapmaq olur bu arada. İndi gəlirəm 25-ci suala. Son suallardan biri də budur. Yenə 7 dənə bu mətn təhlil olaraq bir balaca çətin idi. Deyirdi ki, beynəlxalq hava limanında gün ərzində 7 istiqamət var və bu 7 istiqamət üzrə Berlinə uçan təyyarə uçuş sıralamasına görə 5-cidir. Ben yazıram 1, 2, 3, 4, 5, 6 və 7. Demək, Berlinə uçan təyyarə bizdə 5-dir. Və Moskvaya uçan təyyarə ilk olaraq Ankara'ya uçan təyyarə var qalxacaq. Birinci Ankaradır. Yazdır Ankara. Bu rahat bir sual idi. Deyir, Moskvaya uçan təyyarə Frankfurt uçan təyyarədən London tərəzisə Kiev uçan təyyarədən bilavasitə sonra havaya qalxacaq. Yəni, Frankfurt Moskvadan qabaqdır. London uçan təyyarə də Kiev uçan təyyarə də London uçan təyyarə də Kievdən sonradır. Bunu da yazdım. Və deyir, Bakı-Moskva reysi günün sonuncu reysi deyil. Demək, Bakı ilə bu Berlindir. Bakı ilə Moskva burada ola bilməz. Nə Bakı burada yoxdur, nə də Moskva. Həmçinin Bakı da burada yoxdur və bir də Moskva. Deyir, aşağıdaşlardan hansı mütləq səhv deyil? Frankfurt təyyarəsi 4-cü havaya qalxacaq. Əgər mən Frankfurt təyyarəsini bura qoysam, baxın. İndi bu hissədə. Qırmızı ilə yazım ki, biraz seçilsin. Frankfurt təyyarəsi 4-cü havaya qalxacaq. Frankfurt buradadırsa, qeydlərimi silməyim, qeydlərimdə qalsın bu. Frankfurt təyyarəsi bu hissədə olsa, mən Frankfurtdan əvvəl sonra gedir Moskvaya. Moskvadan əvvəldir deyə uçan təyyarə deyir. Moskvaya uçan təyyarə Frankfurtdan sonra qalxacaq. Elə qoy A bəndi mütləq səhvdir. Niyə? Frankfurt burada olsa Moskvaya 6 və 7 qalır. Axı mən 6 ilə 7-ni götürə bilmərəm. A bəndi səhvdir. Sonra nə yazım? Deyir indi Kiyevə təyyarəsi Moskva təyyarəsindən əvvəl havaya qalxacaq. Kiyev təyyarəsi Moskva təyyarəsindən əvvəl havaya qalxsa, onda gəlməlidir Frankfurt, Kiyev, Moskva, fikir verin, ya da ki, bura Bakını yazmalıyım. Amma Moskvanı lap bunu bura yazsam, yenə də mən bu tərəfə ya Moskvanı ya Bakını yazmalıyam. İki də mütləq səhvdir. Yəni B variantı. Alınmır. Çünki bu ardıcıllığa görə. Sonra deyir Kiyev təyyarəsi Moskva təyyarəsindən dərhal sonra havaya qalxacaq. Hə, Kiyev təyyarəsi Moskva təyyarəsindən dərhal sonra qalxsa, FM KL olsa, onda verilən misalda F-i yazaram bura. Məndə M burada Moskva. Və yaxud da ki, Moskva burada, Bakı burada alınmır. Baxın, çünki niyə? Mən yenə də Moskvanı bura yazsam, dərhal sonra Kiyevi yazsam, Bakı yenə bura düşür 6 ilə 7-yə. Və yaxud da ki, Moskvanı bura yazsam, Bakını bura yazmamalıyım. Bakını bura yazsam, dərhal sonra Berlindir. C bəndə səhvdir. İndi gəlirəm digər versiyanı yoxlamağa.
İndi misalın bu hissəsində, məsələn, qalıb deyil. Belə D-də bizdən nə soruşur? Deyir, İstanbul təyyarəsi Frankfurt təyyarəsindən əvvəl havaya qalxacaq. Əgər İstanbul Frankfurtdan əvvəl havaya qalxsa, mən biləm ki, Frankfurtda Moskvadan. Onda bura olsun məndə. Frankfurt. Onda bura İstanbul. Bura Moskva qalx yazsam dostlar. Yenə də misalın bu hissəsində deyibəndə İstanbul tərəsi əvvəl havaya qalxacaq. Görək burada nəyimiz var? Bu hissəyə qədər gəldim. Bizə dəqiqə dəyərli dostlar bu hissədə. Bir dənə bunu aydınlaşdırım. Demək dostlar misalın bu hissəsində bayaqdan Bakını yazmışam bura. Sən demə Bakı yox deyə burada 7 şəhər uşaqlar bayaqdan deyir ki, mənim orada Bakı yox. Misal bu hissəsini indi bir daha yenidən izah edeyim ki, hamıya bir də qalanlıq qalmasın. Bu bayaqdan izlədiyiniz 4-5 dəqiqə, 4-5 dəqiqənin halallığını verin. Videonu biraz qabağa çəkərsiniz. İndi mən yenə də əziz dostlar, Berlin olsa yazdım bu hissəyə 5-ə. Bu dursun burada. Və deyir Moskva sonuncu reys deyir. Yəni Moskva nə burada, nə də burada ola bilməz. Moskva ilk sıralardan birindədir. Məndə də olsa burada yazıb. Berlin təyyarə uçulmamışdan 5-ci yerdir. İlk olaraq Ankara gedir. Ankara ilə işim yoxdur. Moskva təyyarəsi Frankfurt uçan təyyarədə. Deməli Frankfurt Moskvadan qabaqdır. Kiyev London təyyarəsi isə Kiyevdən sonradır. Kiyev də Londondan qabaqdır. Bunu da yazdım bura. İndi bir də deyir Bakı Moskva reysi günün sonuncusudur. Yəni Moskva aşağı ən son hissədə ola bilməz. İndi deyir Moskva təyyarəsi ikinci yerdədir. Moskva təyyarəsini əgər mən ikiyə qoya bilmərəm. Çünki Moskvanın qabaq adam olmalıdır. Y bəndi getdi. Məsələn, D bəndi deyir İstanbul təyyarəsi Frankfurt təyyarəsindən əvvəl olacaq. Əgər əvvəl olacaqsa, məsələn, İstanbulu qoysam bura, onda Frankfurt gəlsin bu hissədə, Moskva burada, bu isə Kiyevdən London. D variantı dostlar, ola da bilər. Yəni deyir mütləq səhv olmayanı. D-ni bəndini saxlayıram. Belə deyəsən bayaq D-yə qədər gəlmişdi. D-ni də çıxardacaqdıq. Deyirik Kiyev təyyarəsi Moskva təyyarəsindən sonra havaya qalxacaq. Kiyev təyyarəsi Moskvadan sonra havaya qalxsa, onda gələk Londonda burada olar. Onda mən Frankfurtun məsələn yazsam ikinci yerə, Moskva təyyarəsi burada olsa, Kiyevi bura yazsam alınmır. Çünki deyirik bir vasitə. Və yaxud da ki, Frankfurtu bura yazsam, Moskvanı bura, burada C bəndə düz çıxır. Ona görə dəyərli dostlar, bu misalda ola bilər ki, yenə də bir Y dəqiq səhvdir, Y ilə işimiz yoxdur. Mütləq səhv deyil. Bu misalda ola bilər nədə çatışmamazlıq var. Misalı bura qədər yazmışıq. Siz burada doğru variantınızı yazarsınız. Mən bu sualın bir də yuxarıda olan bu sağ tərəfdəki sualın izahını çəkib sizə paylaşacağım. Sualların hamısını bu gün düzəltmişəm deyə bu gün sizlərlə bərabər paylaşdım. Yəni bunları əvvəldən eləmirik də biz. Elə birbaşa sualları tərtib edəcək başlayırıq sualların izahını. Bu A kateqoriyasının qəbul sualları idi. Hamısı bir-birindən fərqli olmaq. Ümidvaram hamımıza kömək elədi bu. İnşallah. Hamıya da kim imtahana gedir onu uğur arzulayıram. Yəni qorxmayın. Həmişə yaxşı şeylər fikirləşin, qoy başınıza yaxşı şeylər gəlsin.